Həblə bir dənə sağlam və bir dənə gözəl şey hazırlamağa sinizdə yaxın əyləşin. İstədiyiniz ləpələri və toxumları qovururuq. Daha sonra 19-cu əsrdən qalma bir dənə alətlə ləpələri xırdalayıb üstünə bəkməz əlavə edib onları qarışdırırıq və təbii ki, bəkməzin qırağını barmağımızla sıyırırıq. Onun ağardığını deyib soruşma yedim. Bəkməzi biraz çox olduğu üçün üstünə biraz kakao əlavə elədim. Yəni siz tutdura bilsəniz əlavə eləməyə bilərsiniz. Daha sonra qabın üstünə pinqvin sərib qarışımımızı əlavə edirik. Təbii ki, qabın dibini sıyırırıq. Ən dibində uşaq varsa verin uşağa yalasın. Daha sonra suladığımız qaşıqla bunu yaxşı əzirik. Üstünə kakos tökürük. Yenidən pinqvin bolluğuna düşmüşük. Bir dənə də pinqvin qoyuruq. Üstündən arağın dadına baxan alətlə yaxşı əzirik. Daha sonra üstünə aləti qoyuruq soyuq yerə. Daha sonra hazırladığımız qarışımı qabdan çıxarırıq və istədiyiniz formada, istədiyiniz ölçüdə xırdalayırsınız, bölürsünüz, ölçülürsünüz. Sonra onu tərs çevirirsiniz, yenidən üstünə kakos töksünüz. Yəni təbii ki, siz tökməyə bilərsiniz, olduğu kimi də yeyə bilərsiniz. Mən tökdüm bu arada, çünki ora-bura yapışanda izi qalır. Bir dənə gözəlliyə baxsanız. Bu arada desəniz ki, kimdən əksiyəm, qabın dibini özünüz yeyin.